Salam Vüqar müəllim. Salam, salam. Təşəkkür edirəm. Vüqar müəllim, sizi Bayraqdar layihəsində xoş gördük. Bugün biz təkcə bir liderdən yox, bir dövrün taleyindən danışacağıq. Ulu Öndərin Azərbaycan üçün nə ifadə etdiyini sizin xatirələrinizdə canlandırmaq istəyirik. Məşhur 91-lər. Bugün bəlkə hər kəs onu bilməyə bilər, araşdırsalar təbii ki biləcəklər. Bugün 91-lərdən danışacağıq. 91-lər kimlər idi? Əvvəla təşəkkür edirəm və doğrudan da həm verilişinizin adı və təbii ki, verilişdə gedən, bu proqramda gedən verilişlərin məzmunu kifayət qədər önəmli, əhəmiyyətli və bütövlükdə dövlət və dövlətçilik baxımından kifayət qədər hər bir fərdin vətəndaş üçün həssas və önəm kəsb edən bir düşünən verilişdir və bu verilişdə mənə əvvəla dəvət etdiyinizə görə təşəkkür edirəm. Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın tarixində, Azərbaycanın taleyində misilsiz xidmətlər göstərmiş dahi bir şəxsiyyətdir və Ulu Öndərimiz bütün dövrlərdə, hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın mənafeyi, Azərbaycan vətəndaşlarının mənafeyi hər zaman onun üçün çox vacib bir nömrəli vəzifə olaraq qarşıda durub və hədəf kimi durubdur və buna da yüksək səviyyədə nail olubdur. 91-lərlə bağlı, əlbəttə ki, Ulu Öndərimizin həm Sovetlər dönəmində, rəhbərlikdə olduğu, Azərbaycana birinci katib olduğu dövrdə, eyni zamanda mərkəzi hakimiyyətdə Moskvada rəhbər vəzifədə çalışdığı dövrdə və hətta vəzifədə olmadığı dövrlərdə hər zaman Azərbaycan onun üçün, təkrarən vurğuluram ki, önəm kəsb edib Azərbaycanın taleyi, onun həyatının amalı olubdur və Azərbaycanın hər zaman yüksək zirvələr fəth etməsi onun fəaliyyətinin çox vacib prinsipi olubdur. Və mən nə üçün bunu xatırladım və 90-cı ilin yanvar hadisələrində bilirsiniz ki, Ulu Öndərimiz Moskvada yaşayırdı. Ulu Öndərimiz heç bir vəzifə sahibi deyildi o vaxtları, amma böyük bir siyasi nüfuzu, böyük bir gücü olan siyasi xadim olaraq kifayət qədər nüfuzlu bir şəxsiyyət idi və 20 yanvar hadisələrindən sonra Azərbaycanın başına gətirilən bu faciələrin məhz dünya ictimaiyyətinə çatdırılmasında ilk olaraq Ulu Öndərimiz Heydər Əliyev Moskvada Azərbaycanın daim nümayəndəliyinə gedərək öz haqq səsini, Azərbaycanın mövqeyini dünyaya çatdırdı. Ona qədər bəlkə də çoxları bilmirdi Azərbaycanda. Azərbaycan vətəndaşları bilirdi, daxildə bilirdi, amma məqsəd, əsas vəzifə həm də daxildə deyil, xaricə bu reallığı çatdırmaqdan ibarətdir. Amma təbii ki, o dövrün rejimi, o dövrün hakimiyyətdə olan insanlar, istər Azərbaycanda o hakimiyyətdə olan, istər Moskvada Qorbachov hakimiyyəti, bu məlumatların ümumiyyətlə Azərbaycanın başına gətirilən o faciələrin, müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasına çox böyük əngəllər törədirdi. Yalnız Heydər Əliyev ilk olaraq Moskvada daim nümayəndəlikdə öz bu hadisəyə həm siyasi, hüquqi qiymət verdi və cinayətkarları ad-baad səsləndirdi və ondan sonra dünya ictimaiyyəti bildi. Nə üçün? Bunu dedim ki, yəni onda heç bir vəzifəsi yoxdur. Əlbəttə ki, Azərbaycanın düşmüş olduğu çox ağır dövr, ağır bir vəziyyət məcbur edirdi ki, təbii ki, vətəndaşları, insanları düşündürürdü və düşündürürdü, Azərbaycanın taleyi düşündürürdü. Biz baxsaq, 90-cı illərin əvvəlləri, ötən əsrin 80-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi proseslər kifayət qədər çətin bir burulğan şəraitində gedirdi və o ölkələrdə ümumiyyətlə hakimiyyət dəyişikliyi tez-tez baş verir ki, o ölkələrdə artıq dövlətçilik strukturları zəif olur. Və Azərbaycanda da artıq, baxmayaraq biz 91-ci ildə müstəqillik aktı qəbul etmişdik, amma 91-ci ildə bu aktı qəbul etdikdən sonra da müstəqilliyin atributlarından danışmaq çox çətin idi. Azərbaycanda xaos, anarxiya, hakimiyyətsizlik hökm sürürdü və xüsusilə AXC Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrə nəzər salsaq, onların həm bir illik hakimiyyəti dövrlərində, həm bir il ona qədər olan dövrdə Azərbaycanda nə qədər səbatsız bir siyasi proseslərin baş verdiyi, siyasi, mən deyərdim ki, üsyanların baş verdiyini görmək olurdu. Azərbaycanda hətta vətəndaşlar azlıqla sınağa çəkilirdi, vətəndaşların sabaha olan ümidi itmişdi. Belə bir məqamda insanlar bu, deməli, yalnız və yalnız bu vəziyyətdən çıxmaq üçün Ulu Öndərimiz Heydər Əliyevi görürdülər və Ulu Öndərimiz təkrarən vurğuluram ki, bütün hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın taleyi onun şəxsi taleyi olubdur və o şəxs böyük bir dövlət və siyasət adamı olaraq hər zaman fəaliyyətində Azərbaycanın
sabitliyi, Azərbaycanın iqtisadi inkişafı, Azərbaycanın ümumiyyətlə vətəndaşlarının mənafeyi onun üçün aparıcı bir strateji ana xətt olubdur. Baxsaq biz hətta Sovetlər dönəmində ya istər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrə, bilirsiniz, bu müsəlman respublikalarına fərqli bir yanaşma var idi olduqları Sovet dönəmində. Müsəlman respublikalarında olan insanların belə deyək ki, dəqiq və çox vacib strateji peşələrin yiyələnməsinə kifayət qədər əngəllər var idi. Məsələn, mənim özüm şəxsən Sovet dönəmində tikinti batalyonunda hərbi xidmətdə olmuşam və tikinti batalyonunda hərbi xidmətdə olan kəs əlbəttə ki, hərbi sirri çox da dərindən mənimsəyə bilmir. Ona görə ki, o reallıq yoxdur, vəziyyət yoxdur, münbit şərait yoxdur. Belə bir məqamda Heydər Əliyev Ulu öndərimiz 72-ci ildə Azərbaycanda Naxçıvanski adına hərbi məktəbini yaratmaq qərarını vermək və buna nail olmaq bu sıradan bir məsələ deyildi. Və biz Azərbaycan bir müsəlman respublikası olaraq Orta Asiya, Mərkəzi Asiya respublikaları və Azərbaycana qarşı yanaşma fərqli idi. Ümumiyyətlə, bu SSR-nin siyasətində bu fərqli yanaşma hər zaman özünü açıq şəkildə ifadə edibdir. Amma belə bir məqamda məhz belə bir stratejik sahənin, belə bir kadrların, hərbi kadrların, mütəxəssislərin hazırlanması Ulu öndərimiz Heydər Əliyevin gərgin səyləri nəticəsində mümkün olmuşdur və Naxçıvanski adına hərbi məktəbin Azərbaycanda belə deyək ki, yaradılması. Nə üçün bunları ifadə edirəm? Yəni, bütün dövrlərdə Heydər Əliyev Moskvada olanda bizim nə qədər bizim ölkənin ünlü sənət adamlarına, ziyalılara, yazıçılara, keçmiş SSR-in ən yüksək dövlət mükafatlarından təltif olundular. SSR Ali Sovetinin deputatı seçildilər, böyük mükafatlarla təltif olundular və onlar bunu Heydər Əliyevin sayəsində, Ulu öndərimizin sayəsində reallaşdırdılar və bizim sosialist əməyi qəhrəmanlarımız oldu və hansı ki, əgər Heydər Əliyev olmasaydı, onu barmaqla saymaq olardı. Amma Heydər Əliyevin sayəsində bu, onlarla belə insanlarımız, vətəndaşlarımız, ölkənin belə deyək ki, iqtisadi həyatında mühüm rol oynayan, Respublikanın iqtisadi həyatında mühüm rol oynayan və mədəni həyatında mühüm rol oynayan insanlar ölkənin keçmiş SSR-nin yüksək ali mükafatları ilə təltif olundular. Bunları görmüşdü, vətəndaşlarımız görmüşdü, bunları insanlarımız görmüşdü və Heydər Əliyev hər zaman Azərbaycanla bağlı, Azərbaycanın taleyini düşünən və hər zaman Azərbaycanın uğurlarını bütün qərarlarını reallaşdıran böyük bir dahi şəxsiyyət olmuşdur və o baxımdan o 90-cı ilin əvvəllərində Azərbaycanın düşmüş olduğu o faciələrdən yalnız dahi şəxsiyyət bunu xilas edə bilərdi. Və ona görə də 91-ləri siz vurguladınız. Əslində, mən 91-lərin fəxr edirəm əvvəla. O siyahıda mənim üzv olmaq, əlbəttə ki, 91 nəfərdən, o ziyalılardan biri olmaq mənim üçün çox qürurludur və çox şərəflidir və ömrümün axırına qədər bu şərəf hissi ilə də yaşayacağım və 91-lər bu müraciəti ilə mən deyərdim ki, milyonların arzu istəyini özündə etib eləyən bir çağırış etdilər. Vüqar müəllim, mən bilirəm ki, orada ən kiçik yaşda gənc olmuşam, ən gənc siz olmuşsunuz. Bəli, mən ən gənc, təxminən 23-24 yaşım vardı mənim və həm 91-lər bu 91 nəfər ziyalıların arasında mənim doğrudan da o gənc yaşlarımda düzgün mövqeydə olmaq və düzgün mövqe sərgiləmək hesab edirəm ki, mənim üçün kifayət qədər, mənim gələcək həyatımda böyük rol oynadı və bizim ümumiyyətlə 91 nəfərin o arzu istəkdə olan, Ulu öndərimizi hakimiyyətə dəvət eləmək, xalqın təşkil tələbi ilə hakimiyyətə gəlişində bir çağırış etmək hesab edirəm ki, çox şərəfli idi və təkrarən vurğuluram ki, o 91-lər 1091-də ola bilərdi, 2091-də ola bilərdi. Milyonların o 91-lərin müraciəti arzu istəyini özündə etib eləyirdi və Azərbaycan xalqının böyük əksəriyyətinin arzu istəyini özündə etib eləyən bir çağırışıdır və təsəvvür eləyin, əgər Heydər Əliyev 91-lərin o müraciətinə müsbət cavab verməsəydi, Azərbaycanın taleyindən, Azərbaycanın varlığından danışmaq çox çətindir və Heydər Əliyev də düşünürdü. Heydər Əliyev də dahi şəxsiyyət olaraq Azərbaycanın düşmüş olduğu o burulğandan xilas etmək üçün təbii ki, hər zaman qətiyyətli mövqeyi ilə, cəsarətli qərarları ilə bu Azərbaycanın taleyini hər zaman düşünürdü və Azərbaycanı düşmüş olmuş o bəlalardan xilas etməyi düşünürdü. Mən xatırlayıram 90-cı ildə oktyabr ayında mən Ulu öndərimizdən müsahibə götürdüm və ilk mənim sualım əlbəttə ki, Dağlıq o dövrdə artıq belə deyək ki, tarixin arxivinə atılmış o Dağlıq Qarabağla bağlı mənim suallarım oldu. Artıq
Azərbaycanın tarixi, əzəli torpağı ilə bağlı suallar və onun da mən yazımın müsahibə həm o yazıda başlığa da çıxartmışdım. Ən ümdə məsələ olduğunu o vurğuladı ki, və o 90-cı ildə Azərbaycanın ayrılmaz bir parçası olan, Azərbaycanın tarixi torpağı olan o problemin, o Qarabağda o problemin həll olunması ölkə üçün, o dövr üçün çox strateji bir nömrəli hədəf olmalı idi. Və Heydər Əliyev hər zaman bunu düşünürdü. Heydər Əliyev xalqın düşdüyü olduğu, millətin düşmüş olduğu faciələrin aradan qalxmasını bütün gücü ilə çalışırdı. Və Heydər Əliyevin dahi şəxsiyyətin bu müraciətə müsbət cavablandırması, Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı çağırışa müsbət cavab verməsi isə bilirəm ki, Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi idi. Azərbaycanın taleyində çox müstəsna bir mühüm dönüş nöqtəsi idi və beləliklə dahi şəxsiyyətin bu müsbət Azərbaycan sizin sözünüzü gözləyir, xalq sizin sözünüzü gözləyir, o da müsbət cavabı ilə və artıq xalqın arzu istəyini hesab edirəm ki, reallaşdırdı və xalqın istəyini reallaşdırdı. Və bilirsiniz ki, çox qısa bir müddətdən sonra 92-ci ilin noyabr ayında təxminən o deməli 91-lərin müraciətindən bir il sonra keçməmiş 92-ci ildə Yeni Azərbaycan Partiyası yarandı. 92-ci ilin noyabr ayının 21-ində. Mən Yeni Azərbaycan Partiyası yarandığı gündən bu partiyanın üzvü olaraq həm də siyasi şurasının üzvü oldum və rayonlarda, regionlarda təşkilatlanma içində, partiya təşkilatlanmasında, rayon təşkilatlarının təsis konfranslarında, onlarla rayonlarda mən bu təsis konfranslarının iştirakçısı olmuşam və bunu hər dəfə xatırlamışam, vurğulamışam, bugün də ifadə etmək istəyirəm. Bizim ən ucqar bölgələrdən biri Gədəbəy rayonudur. Mən 93-cü ilin yanvar ayında Gədəbəydə təsis konfransında iştirak edirdim və insanların Heydər Əliyev olan sevgisini, xalqın sevgisini mən gördüm. Bilirsiniz, bütün bölgələrdə belə idi. Xalq Heydər Əliyev Partiyası deyərək bu partiya üzv olurdular və beləliklə 91-lərin o arzu istəyi, 91-lərin həmin o bütün bölgələrdə yaşayan insanlar bu arzu istəyi uyğunda təbii ki, Heydər Əliyevin ümidlərini bağlamışdılar və beləliklə 91-lərin əlbəttə çox çətin bir dövrüdür o müraciəti imzalamaq, o müraciətə qoşulmaq və 91 nəfərin həm ulu öndərimiz də bu 91-lərə yüksək qiymət verib, həm partiyamızın qızıl fondu adlandırıb və bugün möhtərəm cənab prezidentimiz Müzəffər Ali Başkomandan partiyamızın sədri İlham Əliyev də 91-lərin fəaliyyətini hər zaman yüksək qiymətləndirib və 91-lər o məqamda, o anda belə bir müraciət etmişdilər ki, Azərbaycanda doğrudan da ümumiyyətlə siyasi sabitlikdən danışmaq mümkün deyildi, iqtisadiyyatın varlığından danışmaq mümkün deyildi. Amma bu 91 nəfərin bilirsiniz, hər şey bunun başına gələ bilərdi. Hansı ki, o vaxtları məsələn Əjdər Babayevi qətlə yetirdilər. İstənilən o 91 nəfər o müraciəti imzalanmış, yaxud müraciətə tərəfdar olmuş, hər bir hadisə onun başına gələ bilərdi. Amma bu çətin dönəmdə, çətin dövrdə bütün bu maneələrə baxmayaraq insanlar səfərbər oldular, o çağırışa səs verdilər və milyonlarla insan Heydər Əliyevin gəlişini bir ağızdan belə rica etdilər və xahiş etdilər Heydər Əliyevin hakimiyyətə gəlişini və təmin etdilər. Və doğrudan da böyük bir hadisədir, böyük bir tarixdir. Təkrarən vurğulayıram ki, mən qürurla, şərəfinə o tarixin, o dönəmində, o dövründə belə bir müraciəti imza atmış, o gənc olaraq tələbə idim mən və gənc yaşlarımda buna imza atmaq mənim üçün çox qürurludur, çox şərəflidir və zaman və tarix də göstərdi ki, bu müraciətə imza atanlar və bu müraciətin tərəfində olanlar, tərəfdar olanlar düz yolda olublar və Azərbaycanın mənafeyi naminə, xalqın mənafeyi naminə bu çağırış ediblər və zaman göstərdi ki, heç də xalq bu çağırışla əksinə, qürurla, məğrurla bu çağırışa qoşulan insanlar zaman göstərir ki, çox düzgün yolda olublar. Vüqar müəllim dedi, çətin dövr idi. Bəli. Bəli, çətin dövr idi. Amma o gənc yaşda cəsarət idi, qorxu idi, yoxsa məsuliyyət idi imza atmaq? Yox, bilirsiniz necədir? Mən əslində bir kənddə orta məktəbi qurtarmış bir gənc olmuşam və anam, atam vəzifədə olmayıb mənim və kimsə böyük bir vəzifə sahibi olmayıb deyəsən belə. Amma reallığı dərk edirdi, reallığı görürdü. Burada tələbə idim və tələbə ikən insanlar ölkənin düşdüyü taleyi, ölkənin düşdüyü o faciənin düşünürdülər və ümumiyyətlə Heydər Əliyev olan bir sevgi vardı. Heydər Əliyev hər zaman bu sevgini qazanmışdır. Niyə qazanmışdır? Heydər Əliyev hər zaman, hər addımında
ölkənin qüdrətlənməsinə yönəliş qərarlar verirdi, ölkənin güclənməsinə, ölkənin ümumiyyətlə həyatının dəyişmək, müsbət mənada dəyişməsinə qərarlar verirdi. İnsanları düşünürdü hər zaman. Bunu hamı görürdü. Gənc də görürdü, axıl yaşında olan insan da görürdü, tələbə də görürdü, müəllim də görürdü. Amma bunu danan əlbəttə ki, nankor insanıdır. Onu danan və onu görməməzliyə gələn az adamlar yox idi və kifayət qədər çox maneələr vardı, çətin dövrüdür. Heydər Əliyevə bir qısqanclıq vardı. Heydər Əliyev məsələn yaş senci oldu. Çox yaxşı xatırlayarsınız. Yaş senci tətbiq etdilər konstitusiya ilə bağlı ki, məqsəd nə idi? Heydər Əliyevi bu istəyin qarşısını alsınlar və Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısını alsınlar. Amma buna nail ola bilmədilər. Ümumiyyətlə, xalq sevgisi varsa, xalqın gücü varsa, İstənilən məsələni həll etmək mümkündür və xalqın sevgisi vardı, Heydər Əliyevə, xalqın məhəbbəti vardı, dəstəyi vardı və bu dəstəklə də hər şeyə yüksək səviyyədə nail olundu və Heydər Əliyevə ricə edirdilər. Heydər Əliyev əslində hakimiyyətə təkrarən gəlişinə arzusu istəyi yoxdur, niyyəti yoxdur, amma Azərbaycanın düşmüş olduğu vəziyyət onu məcbur eləyirdi ki, bu vəziyyətdən çıxartmaq üçün rəsmi olaraq bir dəstəyini göstərsin. Hətta işləməyən vaxtı da dediyim kimi 90-cı ildə heç yerdə vəzifə tutmurdu, amma Naxçıvandan, o Nehrəm kəndindən və Naxçıvandan, o dairədən Azərbaycan Ali Sovetinə deputat seçildi və deputat seçiləndə təkrarən vurgulam ki, insanlar sonra Ali Məclisə onu bir ağsaqqal deputat olaraq Ali Məclisini idarə etmək və Ali Məclisin sədri seçilmək və baxsaq, bütün qərarları Ali Məclisdə işlədiyi dövrdə, hətta Naxçıvanda fəaliyyət dövrünə nəzər yetirsək, bütün qərarlar, bütün fəaliyyət Azərbaycanın gələcəyinə yönəlmiş qərarlardır. Baxsaq, məsələn, mən çox gözəl xatırlayıram, 92-ci ilin 28 may tarixi Ümid Körpüsünün açılışını çox yaxşı xatırlayıram. Süleyman Dəmirəl Türkiyənin prezidenti idi, Tansu Çillər baş nazir idi, çox yaxşı xatırlayıram və Naxçıvana gəlməkləri gəldilər, Ümid Körpüsünün açılışı. Ümid Körpüsü bizim Türkiyənin quru sərhədləri baxımından bir yeganə bir vasitə idi. Başqa bir ancaq nəqliyyat vasitəsi deyək ki, hava nəqliyyatından digər vasitələrin Ümid Körpüsünün açılışı. Ümid Körpüsü təkcə Naxçıvan üçün deyil, Azərbaycan üçün kifayət qədər strateji bir hədəfidir və Ümid Körpüsünü yenidən qurmaq. Yaxud da deyək ki, Naxçıvanda üçrəngli bayrağımızın ucaldılması, yenidən ucaldılması, Naxçıvan Ali Məclisinin sədri olaraq onun qərarı, Ali Məclisinin qərarı ilə ucaldılması, Azərbaycanda artıq dövlətçilik prinsiplərinin möhkəmləməsi yönümündə atılmış ən mühüm addımlardan biri idi. Məsələn, növbəti bir 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü. Azərbaycan tarixində Azərbaycanlıların vahid ideologiya ətrafında birliyində, Azərbaycan diasporunun formalaşmasında müstəsna bir çağırış və hədəf olan 31 dekabr bayramı. Bu, bizim üçün yeni təqvimliliyin həmişə o ilə qədər, bu qərara qədər yeni təqvimliliyin dəyişməsi deməkdir. Yeni il deyildik biz ona. Amma sonra bizim üçün ən böyük bayram olaraq 31 dekabr həm də dünya Azərbaycanlıların həmrəhliyinin təmin olunması vacib şərtlərdən biri idi və buna nail oldu. Bilirsiniz, o Naxçıvanda kiçik bir ərazidə nail olundu və o vaxt çox gözəl xatırlayıram. Mən tez-tez gedirdim Ali Məclisin sessiyalarında iştirak edirdim, bu öndərimizlə görüşürdüm və Naxçıvanda mövcud olan o sabitliyi burada hakimiyyətdə olanlar Xalq Cəbhəsi, Müsavat cütlüyünün hakimiyyətdə olan dövrlərdə o sabitliyi pozmağa cəhdləri olurdu. Mən çox yaxşı xatırlayıram, Müdafiə Naziri Rəhim Qaziyev Naxçıvanda ikinci cəbhə açmaq istəyirdi və əlbəttə ki, əksinə sabitliyi yaratmaq lazımdır, atəşkəsi elan etmək lazımdır. Bizim bu bölgələrimiz hər gün işğala məruz qalır. Belə bir məqamda vahid ordunun varlığından danışmaq mümkün deyil. O ordu fərdlərə, siyasi və silahlı qruplaşmalar formasında fərdlərə xidmət edirdi. Hər nazirin özünün bir silahlı qüvvəsi vardı, qeyri-qanunu. Belə bir məqamda artıq Naxçıvanda Heydər Əliyevin gücü ilə, onun sayəsi ilə Naxçıvanda sabitlik yaratmaq, sonra Azərbaycanın bütün ərazilərində, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olaraq bütün ərazilərində bu sabitliyə nail olmaqla bağlı məsləhət almaq əvəzinə, ulu öndərimizdən məsləhətlər, tövsiyələr almaq əvəzinə Azərbaycanda hakimiyyətdə olanlar. Əksinə, Naxçıvanda da o sabitliyi pozmağa cəhd göstərirdilər və ikinci cəbhə mən çox gözəl xatırlayıram və müxtəlif Naxçıvanda dövlət çevrilişinə cəhd olundu. Bilirsiniz ki, oktyabr ayının 24-də televiziyanın zəbt olunması, Daxili İşlər Nazirliyinə qarşı Nazirliyinin hücum olunması. Yəni, bütövlükdə bu qısqanc və bəd münasibət Azərbaycanın taleyini
kifayət qədər ağrılı anları idi və çətin dönəmi idi və Heydər Əliyev bunları görürdü, duyurdu, amma bunları aradan qaldırmaq üçün fəaliyyət göstərirdi, çalışırdı, gecə, gündüz çalışırdı, gecə saat 1-ə, 2-yə, hətta 3-ə, 4-ə qədər fəaliyyət göstərdiyi Naxçıvan dönəmi vardı və Ali Məclisdə o sədr olduğu dövrdə mən dəfələrlə şahid olmuşam Azərbaycanın müxtəlif bölgələrindən axın-axın insanların Naxçıvana gəlişi və Heydər Əliyevdən rica edirdilər ki, Azərbaycanı düşmüş olmuş bu bəlalardan xilas eləsin və Azərbaycanı sabitlik olsun. Azərbaycan ümid yox idi. Azərbaycanın varlığına ümumiyyətlə müstəqillik vardı. Ordu ümumiyyətlə dövlətin varlığını baxmayaraq bizim atributlarımız bayraq, geyib, ordu da ən böyük dövlətin varlığını təsdiq eləyən, hesab edirəm ki, gücünü, qüdrətini təsdiq eləyən ən böyük atributlardan biridir. Ordun sənin yoxdursa, xüsusilə müharibə gedən, qızğın bir müharibə getdiyi bir dönəmdə, deməli, sənin artıq sabitliyi yoxdur, sənin hər şeyin itibdir. Bax, belə bir məqamda Heydər Əliyevin Azərbaycanda həm vahid ordu yaratma, qısa müddət ərzində xalqın təşkil tələbi ilə hakimiyyətə qayıdışı, qısa müddət ərzində Azərbaycanda qeyri-qanuni silahlı birləşmələrin təşkil olunması ilə bağlı bir çağırış etdi. 93-cü ilin səhv etmirəmsə, avqust ayında, artıq noyabr ayında milli ordu formalaşdı. Və ordu formalaşdıqdan sonra artıq Azərbaycan tədricən dünya birliyinə transfer olurdu, beynəlxalq təşkilatlarla əlaqələr qurulması. Mən səfərlərdə olmuşam ulu öndərimizlə, bir sıra ölkələrdə və hansı ölkəyə səfər edirdisə, ilk öncə orada yaşayan Azərbaycanlıları başına toplayırdı. Onların arzu-istəklərini dinləyirdi və o problemləri varsa problemləri o ölkədə yerindəcə həll edirdi. Yəni, dövlətin maraqları, dövlətin varlığı, dövlətin atributları, gücü, qüdrətini sistemli şəkildə həll etmək və buna nail olmaq əlbəttə ki, çətin bir məsələ idi, amma Heydər Əliyev bunu bacardı. Heydər Əliyev buna görə ki, vətənlə, dövlətlə, xalqla, bu millətlə bağlı hər zaman onun taleyini düşünən və bu dövlətimizin, xalqımızın taleyini düşünən dahi bir siyasət adamı, dahi bir şəxsiyyət olubdu. Mən çox görüşlərim olubdu və prezident olarkən də görüşlər olurdu. Və Yeni Azərbaycan Partiyası düşünürəm ki, yaranması özü, məsələ Azərbaycanda böyük bir siyasi mədəniyyət gətirdi. Azərbaycanda siyasi partiya, ümumiyyətlə, siyasi partiya necə olmalıdır, onun funksiyası nədən ibarət olmalıdır, onu Yeni Azərbaycan Partiyasının timsalında bir model olaraq təqdim elədi və insanların arzu-istəyini təmin etdi və insanların rahat həyat şəraitində yaşamasını təmin etdi və Heydər Əliyev gələndən sonra hakimiyyətə, mən çox gözəl xatırlayıram o illəri, yenə tələbə zamanı, artıq mən qutarmışdım, universiteti qutarmışdım və Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra insanlarda bir rahatlıq oldu. İnsanlarda sabaha olan ümid qayıtdı və insanlar artıq bu ölkənin, bu dövlətin, bu respublikanın sahibi gəldi deyə rahat şəkildə nəfəs almağa başladılar. Bilirsiniz, çox çətin dönəmidir, çətin vaxtlarıdır. Yenə deyirəm, mənim 91-lərdə vurğuladınız, siz 91-lər həqiqətən də Azərbaycan tarixində və təbii ki, ulu öndərimiz vardı ki, 91-lər müraciət elədi. Bəlkə başqa adam olsaydı, bu müraciət kim olunacaqdı? Yoxdur elə bir adam, ikinci bir adam yoxdur. Mümkün deyildi. Və o Heydər Əliyevə olan o arada, bəli, o dövrü biz çox gözəl xatırlayırıq və kimlər gəldi hakimiyyətə, birinci katib oldu, prezident oldular, Azərbaycanlı yalnız fəlakətə düçar etdilər. Heydər Əliyev yalnız bunu bir şəxsiyyət, Heydər Əliyev bacara bildi, xilas elədi Azərbaycanı. Heydər Əliyev dünyaya təqdim elədi. Biz vaxt vardı, Heydər Əliyev gəlişindən sonra biz beynəlxalq təşkilatlara əməkdaşlıqla bağlı müraciətlər edirdik. Biz təşəbbüs göstərirdik ölkə olaraq, müstəqil ölkə olaraq o ölkələrin, aparıcı ölkələrlə əməkdaşlıq eləyək. Amma bugün baxın, biz həmin beynəlxalq təşkilatlar, həmin ölkələr özləri maraqlıdır Azərbaycanla əməkdaşlıq eləsinlər və Heydər Əliyev siyasəti budur. Heydər Əliyev siyasətinin gücü budur və bugün möhtərəm cənab prezidentimiz Müzəffər Ali Başkomandan zəfər tarixinin müəllifi, bizə zəfər bəxş etmiş böyük bir dövlət adamı, siyasət adamı, böyük bir qəhrəman İlham Əliyevin rəhbərliyini Azərbaycan bu günləri dünya siyasətində, dünyanın iqtisadi həyatında müstəsna rola malik olan bir ölkəyə çeviribdir və bu ölkə sıradan bir ölkə deyil. Bu ölkəyə baxmayaraq bizim ərazimiz və əhalimiz çox da deyil və çox da böyük ölkə deyilik. Amma Azərbaycan söz çəkisinə görə, siyasi nüfuzuna görə, iqtisadi qüdrətinə görə dünyanın öncül ölkələrindən biridir. Təsəvvür baxın, Avropa bizim həmişə ümumiyyətlə qərb ölkələri, inkişaf etmiş ölkələr
Bu günlər Azərbaycana ehtiyacı var onların. Azərbaycan bunların iqtisadi həyatında mühüm rol malikdir. Siyasi əməkdaşlıq çərçivəsində baxsaq, qısa müddət ərzində Avropanın bir sıra ölkə, Zelenski gəldi, sonra Çexiyanın baş naziri gəldi və bir sıra ölkə rəhbərləri Qəbələdə, tək Bakıda yox, həm də regionlarımızda bunun yüksək səviyyədə qarşılama mərasimi oldu. Azərbaycanın rolu bax bu Heydər Əliyev siyasətinə söykənərək cənab prezidentimiz Azərbaycanı daha yüksək zirvələr fəth etməsində öz yüksək fəaliyyətini ortaya qoydu və düşünürəm ki, hər birimizin müqəddəs borcumuz, bir vətəndaşlıq missiyamız var. Bu aparılan bu siyasətə, möhtərəm cənab prezidentimiz tərəfindən, İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasətə var gücümüzlə dəstək olmaq lazımdır. Və bu siyasətə dəstək olmaq elə övladlarımızın yaxşı yaşamasını təmin etmək dəstəyidir, elə bölgəmizin yaxşı yaşamasını təmin etmək dəstəyidir, kəndimizin, elimizin, obamızın, bütövlükdə dövlətimizin qüdrətlənməsinə dəstək olmağın bir töhfəsidir. Düşünürəm ki, hər birimizin bir missiyamız var. Bu vətəndaşlıq missiyasıdır. O vətəndaşlıq missiyasını uğurla, yüksək səviyyədə, bax bu siyasətə dəstək olmaqla göstərməliyik. Vüqar müəllim, biz o məktubdan, imzalamaqdan danışdıq, amma hansı ki, açıq məktubun hazırlanması prosesi necə baş verdi, ondan danışaq. Mən açığı dostlarımızla, həmkarlarımız Ağabay Əsgərovdur, Xeyrəddin Qozadır və bir çoxları ilə bu Rizvan Cəbiyevdir, Allah can sağlıq versin, Allah kömək olsun. Bax, bu bir mətbuat konferansında, o vaxtları bir mətbuat konferansında bunu mən imzalamışam. Və imzalama prosesi əlbəttə ki, bunu imzalamayan olubdur. Bunu mən etiraf etməliyim, deməliyəm. Bəzi o qorxaq, bəzən qətiyyətsiz, cəsarətsiz olanlar da olubdur. Amma imzalamağa hazır olan milyonlar adam olubdur. Bunu da biləsiniz. Bilirsiniz necədir? Bu məktubun əslində müraciətin üzərində çoxlu iş edibdir. Müraciəti indi o dövrdə Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı təşkilat komitəsi vardı. Və o təşkilat komitəsi həqiqətən də çox böyük işlər gördü və o dövrdə partiyanı yaratmağın özü, Heydər Əliyevin sədr olmağı özü böyük bir, o dövr üçün ictimai, siyasi bir proseslər mühitində, ağır bir mühitdə o qərarın verilməsi, o qərara qoşulmaq və təşəbbüs göstərməyin özü kifayət qədər çətindir. Baxın, partiyanın özü Bakıda təsis konfransı olmadı, Naxçıvanda təsis konfransı oldu. Niyə? Bakıda imkan vermirdilər. Heydər Əliyev hətta gəlişinə imkan vermirdilər. Heydər Əliyev gəldi, Qardaşgildə qaldı, sonra məcburiyyət Naxçıvana gedəsi oldu və Naxçıvan cəmaatı, Naxçıvan sakinləri Azərbaycanın ayrılmaz hissəsi olaraq o Naxçıvanın əhalisi onu ürək açıqlığıyla qarşıladılar və alqışlarla qarşıladılar və beləliklə Azərbaycanın bütün bölgələrini təmsil edən insanlar, 550 nəfərdən artıq insanlar Naxçıvanda bu partiyanın təsis konferansında iştirak üçün Naxçıvana yollandılar və o partiya yaranana qədər çoxlu gediş-gəlişlər vardı Naxçıvana. Mən dəfələrlə partiya qədər də çox olmuşam, Naxçıvana getmişəm, Ali Məclisə getmişəm, sessiyalar olub, görüşlər olub, sessiyalarda iştirak etmişəm. Mən də bir jurnalist kimi mətbuat işçisi olmuşam o dövrlərdə də. Və bilirsiniz, çox çətindir. O müraciətin üzərində Heydər Əliyevin özü də həm cavab, həm müraciət dəfələrlə işlənilibdir o müraciətin üzərindəki. Bütün ölkədə həm ictimai, siyasi mühit o dövr üçün özündə ehtiva olunsun və eyni zamanda elə deyək ki, bütün insanların arzusu da orada öz əksini tapsın. Və təbii ki, belə də olubdur və Heydər Əliyev əvvəl razılıq verməməklə bağlı fikirlər səsləndi. Heydər Əliyev razılıq vermirdi partiyanın yaranmasına. Onsuz da o boyda partiyanın üzvü olmuşdu. Partiya etimadsızlıq, belə deyək ki, inamsızlıq yaratmışdı Kommunist Partiyasına. Bilirsiniz ki, ilk partiyanı etiraz əlamatı olaraq tərk edənlərdən biri Heydər Əliyev olmuşdu. Və belə, amma sonradan əlbəttə ki, xalqın tələbi ilə, insanların arzu istəyi ilə belə bir partiyanın yaranması ilə bağlı belə bir müraciət, 91 nəfərin müraciəti əlbəttə ki, Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edən bir dönəmidir, dövrüdür və təkrarən vurguram ki, çox çətin dövrdür. 91 nəfərin başına hər cür fəlakət gələ bilərdi və tək 91 yox, hətta dediyim kimi o partiyanı dəstəkləyən Heydər Əliyevin adını çəkmək çox çətin idi o vaxtlarda və belə bir məqamda qətiyyət və cəsarət nümayiş eləyəsən və belə bir siyasi qərar verilə və bu əlbəttə ki, böyük bir dönüş nöqtəsi idi Azərbaycanın. Bu təkrarən vurguram. Regionlarımızda, bütün bölgələr, Azərbaycanın bütün rayonlarında yüzlərlə, minlərlə insan, bütövlükdə milyonlarla insan
bu çağırışa səs verdi, bu çağırışa qoşuldu və beləliklə mən təkrar vurğulamı Gədəbəy rayonunda çox gözəl xatırlayıram. İnsanlar mədəniyyət evi dolmuşdu. Maneələr vardı, qoymurdular. Xalq cəbhəsinin hakimiyyətdə olduğu dövrdə, anarxiya dövrü, Müsavat hakimiyyətdə olduğu Azərbaycanın dağılmaq, məhv olmaq dövrü, şəxsi maraqlar, ümumi maraqları üstələyir. Dövlətin, heç kim dövlətlə maraqlanmırdı ümumiyyətlə. Dövlət onlar üçün əhəmiyyətsiz bir alət, belə deyək ki, alət idi. Belə bir məqamda əlbəttə ki, belə bir qətiyyətli mövqeyi nümayiş etdirmək, Şəmsəddin xan Babayevi qətlə yetirdilər, bilirsiniz də, o vaxtları. Və o, bilirsiniz, o hər bir insanın başına gələ bilərdi və təqiblər, təzyiqlər olurdu. Amma bu təqiblər, təzyiqlər əlbəttə ki, o sevginin qarşısında aciz idi artıq. Heydər Əliyev olan o məhəbbətin, xalqın istəyinin qarşısında aciz idi. Və beləliklə o çətin dönəm, çətin tarix, çətin dövr Azərbaycanın parlaq dövrü ilə əvəzləndi, Azərbaycanın şərəfli tarixi ilə əvəzləndi və düşünürəm ki, 91-lərin müraciəti Azərbaycanda həm siyasi partiya yaranma baxımından, o vaxta qədər dərnəklər funksiyası yerinə yetirən partiya adı almış, belə deyək ki, dərnək kimi təhtük fəaliyyət var idi adı, amma siyasi partiyanın necə olmağını, Yeni Azərbaycan Partiyası yaranmağına sübut elədi və siyasi partiyanın bir siyasi mədəniyyət olduğunu açıq şəkildə ortaya qoydu. Mən xatırlayıram, ilk dəfə Ulu Öndərimiz partiya yarandıqdan sonra müsahibələrin birində qeyd edirdi ki, biz müxalifət naminə müxalifətdə olmayacaq. Biz dövlətin, vətənin, xalqın mənafeyi naminə müxalifətdə olacaq. Və həqiqətən də Yeni Azərbaycan Partiyası yarandığı dövrdən xalqın taleyində, xalqın tarixində, dövlətin tarixində mühüm rol oynayan böyük bir siyasi qüvvə olaraq bu günləri Azərbaycana xidmət nümunəsini ortaya qoyur. Vüqar müəllim, bugün gənclərə 91-lərlə bağlı mesaj verməli olsanız, nə deyirsiniz? Əvvəla qeyd edeyim ki, ümumiyyətlə bizim üçün, hər bir gənc üçün vətən sevmək böyük amal olmalıdır. Ola bilər savadlı olasan, ola bilər bilikli olasan, ola bilər yüksək göstəricilərlə təhsil alasan. Bu bir hissəsidir, lazımdır. Amma vətən sevgisi, dövlət və dövlətçilik sevgisi ən başlıca prinsiplərdən biri olmalıdır. Əgər mənim üçün savadlı olub, çox bilikli olub, vətənə biganə olmaq bu çox əhəmiyyətsiz, mən çox da əhəmiyyətli baxmıram. Ola bilər sabahları kimsə daha bilikli ola bilər, amma vətən sevgisi, dövlət və dövlətçilik mənafeyi birinci şərtdir. Və bu günləri hər bir gəncin ən başlıca vəzifələrindən də biri Heydər Əliyev siyasətinə sədaqətlə xidmət nümunəsini ortaya qoymaqdan ibarətdir. Və bu siyasəti uğurla həyata keçirən, bu siyasəti yüksək səviyyədə həyata keçirən möhtərəm cənab prezidentimiz Müzəffər Ali Başkomandan İlham Əliyevin istənilən sahədə həyata keçirdiyi siyasətə dəstək bizim vətəndaşlıq missiyamızın ən böyük strateji hədəfi olmalıdır, əziz dostlar. Gənclər əlbəttə ki, kifayət qədər bilikli, savadlı gənclərimiz var. Azərbaycan nə 30 il bundan əvvəlki Azərbaycandır, nə 20 il bundan əvvəlki Azərbaycandır. Azərbaycan günü-gündən, ili-ildən çox müasir şəkildə inkişaf etməkdədir. Azərbaycanın biz təsəvvür eləyək, Qəbələni, məsələn, tutaq ki, 30 il bundan qabaq bəlkə də bizim təsəvvürümüzdə mümkün deyil ki, bizim regionlarımızda ölkə başçıları, özdə Qərb, Avropa ölkələrinin liderləri gəlsin, Qəbələdə qəbul olsun, qəbul keçirilsin. Yaxud da deyək ki, istənilən şəhəri götürək, istənilən qəsəbəmizi götürək, işğaldan azad olmuş ərazilərimizi götürək. Laçın bu günləri müasir dünyanın ən gözəl şəhərlərindən biridir. Şuşamız tarixdir, böyük bir tarixdir, Azərbaycanın tarixidir və müasir həm tarixi, mədəniyyəti, sintezi var. Və Xankəndi böyük bir Azərbaycanın ayrılmaz bir hissəsi olaraq dəyərli bir şəhərlərimizdən biridir Xankəndi şəhəri və doğrudan da bütün bölgə Füzuli, Zəngilan, bütün bölgə Ağalı kəndinin, Ağalı qəsəbəsinin ağıllı kənd və şəhər qismində yaradılması bizim xəyalımıza gəlməzdi. 30 il bundan qabaq əlbəttə bunları düşünmək bizim üçün çox çətin idi və bizim prezidentimiz doğrudan çox böyük qəhrəmandır, çox böyük və tarixdə öz adını qızıl hərflərlə yazdır və torpaqlarımızı uzun illər həsrətində qaldığımız torpaqlarımızı işğaldan azad etmək bu böyük bir vətən sevgisinin, böyük cəsarətin, qətiyyətin nümunəsidir. Bunu sözlə ifadə etmək çox çətindir. Zaman keçdikcə bu qəhrəmanlığın və bu qətiyyətin nə qədər böyük zirvə olduğunu biz anlayacağıq. Və mən əvvəla Azərbaycanın ərazi bütövlüyündə canlı fəd etmiş bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm. Onları böyüdən valideynlər qarşısında baş əyirəm.
Və Müzəffər Ali Baş Komandanın qarşısında baş əyirəm ki, həqiqətən də Azərbaycanda belə bir zəfər tarixini yaratdılar, yazdılar, formalaşdırdılar və Azərbaycan xalqının dəmir birliyi, Azərbaycan ordusunun gücü qüdrəti ilə və dünya da gördü ki, bu xalq, bu qəhrəman xalqdır. Bu xalq sıradan bir xalq deyil. Və bu qəhrəmanlıq nümunəsində dediyim kimi qətiyyətli prezidentimiz, cəsarətli Müzəffər Ali Baş Komandanın sayəsində mümkün oldu. Biz gəzirik, torpaq üzərində gəzirik, torpaqda müxtəlif məqsədlər üçün istifadə edirik, amma bu torpağın ana torpaq olduğunu, bu vətənin ana vətən olduğunu canları ilə, qanları ilə sübut elədilər və Müzəffər Ali Baş Komandan qətiyyətlə, cəsarətlə bütün dünyaya sübut elədi. Və ona görə də hər bir gənc hesab edirəm ki, və təbii ki, vətən sevgisi ilə, dövlət və dövlətçilik sevgisi ilə, Heydər Əliyev siyasətinə sədaqəti ilə, harda və hansı peşə sahibi olmasından, hansı vəzifə tutmasından asılı olmayaraq bu vətəndaşlıq mövqeyini unutmamalıdır, vətəndaşlıq prinsipini unutmamalıdır. Bizim üçün bu dövlət güclüdürsə, bu dövlət iqtisadi baxımından imkanlar genişdirsə, siyasi sabitlik mövcuddursa, bizim hər şeyimiz deməli var. Sabitlik olmadan heç nə uğurlu nailiyyətdən danışmaq mümkün deyil. Sabitliyi göz bəbəyi kimi qorumalıyıq, bütün sahələrdə. İqtisadiyyatımız güclü olmalıdır, hər zaman güclü olmalıdır. İqtisadiyyat güclü olanda insan da ötkəm danışır, qətiyyətli olur, cəsarətli olur. Dövlət olaraq biz böyük, uğurlu layihələrin reallaşmasına nail oluruq. Buna görə də həmişə çalışmalıyıq ki, dövlətimiz, dövlətçiliyimiz hər zaman güclü olsun. Heydər Əliyev siyasətinə sadiqliyimizi nümayiş elətdirməliyik. Prezidentimizin həyata keçirdiyi bu siyasəti uğurlu, var gücümüzlə dəstəkləməliyik ki, biz də bir vətəndaş olaraq bu Azərbaycanın daha qüdrətli olmasında öz töhfələrimizi verməliyik. Vüqar müəllim, səmimi söhbət və dəyərli xatirələri bölüşdüyünüz üçün təşəkkür edirəm. Bugün bilmədiklərimizi də eşitdik sizdən. Ulu Öndərin 103-cü il dönümündə onu xatırlamaq, onun yolunu anlamaq və təbii ki, hər birimiz üçün vacibdir. Bunu gənclərə də aşılamalıyıq biz. Sizin kimi o dövrü yaşayan, o çətin dövrdən keçən bir ağsaqqal, bir ziyalı nəsil mütləq şəkildə biz bunları eşitməliyik və bilməliyik, öyrənməliyik. Təşəkkür edirəm. Hərdən ağsaqqal sözü yadıma düşdü. Mən elə düşünürəm ki, elə mən o vaxtları gənc kimi də qalmışam, amma zaman dəyişir əlbəttə ki, yaşda gedir amma ağsaqqal deyəndə adam biraz öz-özündən təəccüblənir, amma həqiqətən də zaman gör neçə il geçib o vaxtdan, artıq 92-ci ildən nə qədər zaman bizi ayırır. Doğrudan da bu 92-ci ildən bu zaman ərzində Heydər Əliyev siyasəti, Heydər Əliyevin həyata keçirdikləri, Heydər Əliyev dühası, onun böyüklüyü il-ildən daha da əzəmətli görünməkdədir və doğrudan da bizim də yaşımız artıq gəlir. Zaman baxmayaraq o vaxt 91-lərin ən gənci idi. Bu günləri demək olar ki, artıq puxtələşmiş, belə deyək ki, ağsaqqallıq missiyasını yaş baxımından zaman, dövr bizi təbii ki, daha da puxtələşmiş formalara, dövrə, dönəmə aparır və düşünürəm ki, zaman keçdikcə bu zirvənin daha da əzəmətini biz görəcəyik. Heydər Əliyevin Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün, Azərbaycan vətəndaşları üçün gördüyü misilsiz o xidmətlər, onun misilsiz fəaliyyəti bizim gələcək nəsillərimiz üçün, təbii ki, hər bir insan üçün daha əzəmətlə görünəcək və hər zaman Heydər Əliyevin ehtiramla, o daha şəxsiyyəti, onun fəaliyyətini hər zaman ehtiramla yada salacaq. Mən həmişə vurğulamışam, bugün də burada sizin veriliş vasitəsilə qeyd etmək istəyirəm. Ümumiyyətlə, xalqı üçün, dövləti üçün, vətəni üçün canını fəda edən insanların doğum tarixi olur, onların ölüm tarixi olmur. Onların irsi, onların qrup yaratdıqları, onların prinsipləri hər zaman yaşayır və o prinsiplər, o irs dövlətin, dövlətçiliyin daha da yüksək zirvələr fəth etməsində kifayət qədər böyük xüsusidir. Ona görə də Heydər Əliyev düşünürəm ki, ulu öndərimiz Azərbaycan olduqca hər zaman var olacaq. Azərbaycan vətəndaşlarının qəlbində hər zaman yaşayacaq. Onun irsi, onun prinsipləri bizim üçün böyük bir gücdür, böyük bir qüvvədir. Hər bir fərdin, vətəndaşın həyatında misilsiz hesab edirəm ki, böyük mənada həyatında böyük daha şəxsiyyətin fəaliyyəti rolu vardır.